Salam əziz izləyicilərim, dəyərli xalqım, dəyərli insanlar. Mən bugün yenə sizinləyəm. Gözəl azan səsi gələndə insanın ruhu oyanır. İnsan nə qədər yaratdığına sığınır. Hər bir insana xoş gələndir. Əziz insanlar, azan səsi gələndə deyin görək, cinlər, şeytanlar, məxluqlar uzaqlaşırlar. Bəs görəsən hansı bədbəxtdir ki, hansı şəxsdir ki, məxluqlardır ki, azanın səsi gələndə, Allahın sədası gələndə, bu insan özündən gedir, ustalır. Bəs bu nə mənədir? Cindir, şeytandır, məxluqdur. Təbii ki, bu da həmin onların sırasındadır. Təmiz insanlar, ruhu gözəl olan şəxslər, niyyəti gözəl olan şəxslərin Allaha sığınır, azan səsi gələndə göylər qədər uçunur onların ruhunu. Azan yaradan, azan səsləri hər birimizə kömək dursun. İlahi, xalqıma, millətimə, dəyərimə, gözəl insanlar. Sağ olun, salamat qalın.